Bugün hazırlıq iclası oldu Zahidovların işi ilə bağlı. Siz vəkil kimi iştirak ediniz və məhkəmədə nələr baş verdi? Məhkəmənin hazırlıq iclası təxirə saldı. Çünki ittiham haqqının sürətində hüquqlarını müdafiə etdiyim Rüfət Zahidov nədən mən almışam. Və ona görə də məhkəmə onları nəzərə alaraq bizim vəsadət əsasında prosesi təxirə saldı. Növbəti məhkəmə prosesi nə vaxt keçiriləcək? 23 fevral 2016-cı il saat 11:00. Dövlət hesabına təqsirləndirilən şəxslərə müdafiəçilər ayrılmışdı. Vəkilik hər birimizin hüququ var. Mən müqavilə ilə hüquqlarını, yaxınlarını bağladığım müqavilə ilə hüquqlarını müdafiə edirəm. Digər tərəf isə yəni özü etiraz eləyə bilər, imtina eləyə bilər. Yəni vəkillərin də qalmaq istədi ki, müdafiə hüquqlarını həyata keçib bildirdilər. Rüfət Zahidov da buna etirazını bildirmədi. Bəs digər iş, Rövşən Zahidovun da işi bu işlə, yəni əvvəldə istintaqa ayrı... İstintaq bir yerdə gedir, bir yerdə təqsirləndirirlər, hətta əlaqə də çıxardıblar güya prosesdə birgə fəaliyyət göstəriblər, narkotik verib saxlayıb. Digər istintaq, yəni Rövşən Zahidovun işində istintaq dövründə vəkil olmuş şəxsi də biz bugün gördük və o bildirdi ki, ona məlumat verilməyib. Yəni heç istintaqın yekunlaşması barədə. Yox, əslində biz özümüz maraqlanırıq. Çünki bizim artıq istintaqda müqaviləmiz başa çatır. Və artıq məhkəmə üçün əlavə müqavilə bağlar. Yəni mən maraqlanmışdım, mənə də məlumat verilməmişdi. Maraqlanmaq lazım. Yəni bu tam qanuna uyğun bir haldır. Çünki artıq orderi biz özümüz səhər. Çünki bizim fəaliyyətimiz istintaq üçün bağlamışdı. Qanunla həm də iş yekunlaşan kimi ittiham haqqının siz iştirak etsəz də növbəti prosesdə, etməsəz də... Bizə göndərməli idi onu, amma təəssüf ki, göndərməyib və ona görə də təxirə saldı. Oldu.